Salam değerli izleyiciler, 29 noyabr 2025-ci il Niqodlulara bir pis xəbərimiz var. Yoxlamalar yenidən başlayır və rəsmi açıqlamanı diqqətinizə çatdırıram. Gününüz aydın olsun Azərbaycan xalqı. Demək, Müdafiə Nazirliyi tapşırıq verib ki, Niqodlular yenidən yoxlanılsın. Bu da Müdafiə Nazirliyinin tələbi nədir? Yəni ki, məqsədi nədir? Şəffaflıq və bəzi insanlar var ki, hansı ki, pulla Niqodla alırlar, saxta sənədlər düzəltdirirlər və onların yoxlanılması və yenidən hərbi xidmətə çağırılmasıdır. Məqsəd budur Müdafiə Nazirliyinin, təbii ki, məlum məsələdir. Ancaq hörmətli Müdafiə Nazirliyinin əməkdaşları, sizə belə bir şey deyim də, hansı ki bu Niqodlu düzəltdirənlər var, hansı ki evlatlarını digər evlatlardan üstün bilib, sağlam uşaqlarını hərbi xidmətdən yayındırmaqdan ötürü saxta sənədlər və yaxud da digər bir məsələ, hər bir yola əl atıb o uşaqları Niqodlu çıxartıran valideynlər onsuz da bunu aparıb nə yolla da olsa həll eləyəcəklər. Məsəl üçün belə bir izahını verim. Əvvəl deyək ki, 3 ildən bir komissiya, deyək ki, belə rolloru dildə desək, Levidə 500 manat idisə, indi həmin o saxta sənəd düzəldən, hansı ki, sağlam uşağı xəstə eləyən o həkimlər, komissarlıqda olan həkimlər, onların daskısı qalxacaq, eləyəcək 3000. Yenə də ortada qazanan sadəcə 5-10 nəfər olacaq və yenə də həmin şeylər təkrarlanacaq. Yəni onu bugünkü gün saxta sənəd düzəldən insan, hansı ki, sağlam uşağı xəstə eləyən həkimlər deyəsi deyil ki, və bu uşağın müəyyən bir filan vaxtda xəstə idi, indi sağalıb. Təbii ki, o yenə də hansı yolla olsa, o əməlinə davam edib, onu xəstə çıxardacaq. Mən məsləhət görərdim ki, bir müstəqil ölkənin vətəndaşı kimi öz söz azadlığından istifadə edib, sadəcə bu mənim subyektiv fikrimdir. Subyektiv fikrimdir və sizə təklifim və necə deyim, ağıl vermək yox, sadəcə məsləhət verməyim odur ki, yaxşı olar ki, bu qərarın çox üstünə düşməyin. Ondansa hərbi xidmətdə, hərbi çastlarda, hərbi hissələrdə belə deyək, hərbi hissələrdə müəyyən bir, bilərsiniz, o vaxtda şeylər var idi, stroybatlar var idi, stroybatlar yaradılsın. Hansı ki, orada geçsinlər, bu hərbi xidmətdən yayınan insanlar var idi, Niqodlu düzəltdirən, saxta Niqodlu düzəltdirən insanlar geçsinlər, müəyyən bir o and içmə mərasimindən sonra, güllə atmaq, silah təlimlərdən sonra geçsinlər həmin yerdə xidmət eləsin. Həmin yerlərdə də nə olsun? Məsələn, ərazi baxımından hərbi hissələrə yaxın olan ərazilərdə batalyonlar düzəlsin. Bu dediyim kimi də stroybatlar. Həmin yerlərdə kartof əksin, nə bilim mal-qara saxlasın, dövlətimizə, xalqımıza, Müdafiə Nazirliyinə dəstək kimi olsun və buna da təmiz bir hərbi bilet verilsin. Bu da səhər gəlsin 5 nəfərin içində desin ki, mən hərbi xidmətdə olmuşam. O qədər burada, məsələn, ölkəmizdə o qədər insanlar var ki, Sovetin vaxtında ataları stroybatda xidmət edib. Yəni bunun heç bir qəbahət bir şeyi yoxdur. Bu sadəcə orada gedib stroybatda xidmət edib. Birinin ustalıq qabiliyyəti var, birinin nə bilim yazı yazmaq, nə bilim şəkil, ən zəif belə deyək ki, hansısa bir plakatlarda, hansısa bir hərbi hissələrin qarşısında müəyyən bir plakatların düzəlməsində və yaxud da hansısa bir rənglənmədə, bağçasında, bağında, nə bilim hansısa bir tikilisində orada gedib usta kimi və yaxud da hansısa bir köməkçi kimi xidmət eləyər və bu da olar stroybat. İndi bilmirəm stroybat Azərbaycan dilində əgər bunu yəni ki tətbiq eləsəz adı nə olacaq? Sadəcə Rusun vaxtında stroybat idi. Bu daha gözəldir. Nəinki bu hərbi xidmətdən yayınıb saxta sənədlərlə Niqodlu çıxartdıranlar. Bəli, var elə insanlar var ki, onun orada gedib xidmət eləməyi, müəyyən bir qüsurları var. Xidmət eləməyi hardasa hərbi hissədə hansısa bir problem yaradar, gedər məsəl üçün, gedər orada hansısa bir fəsadlar törədər, özünə ziyan vurar. Yəni hərbi xidmət özünüz də bilirsiniz ki, hər adam çəkə bilmir. Onun daxili orqanlarında hansısa problem olar və bu hərbi hissədə problem yaradar, hansısa bir zabitə də, valideynin də narahatlığına səbəb olar. Belə insanları bəli, yəni o xəstəlik kağızı ilə Niqodlu vermək olar. Amma sağlam insanları, sağlam uşaqlarını Niqodlu çıxartdıran valideynlər, yaxşı olar ki, elə uşağını aparar, o dediyim kimi stroybatlarda xidmət eləyər, alnı da açıq deyər ki, mənim evladım da qulluq elədi. Təbii ki, burada kimsə hansısa Niqodluları təhqir eləmək fikrim yoxdur. Burada da heç kim məndən inciməsin. Bu sizin üçün də gözəl olar ki, o gedib hərbidə hansısa bir nəyisə öyrənə bilərsiniz. Yəni hərbi özü bir məktəbdir. Hərbidə gedib insanlar çox şey öyrənir, hansısa bir çətinlikləri öyrənir. Var elə insanlar var ki, mənim oğlum səhər dura bilmir, mənim oğlum TikTok olmasa yaşaya bilmir. Bu cür bəhanələrlə öz fikrində uşaqlarını Niqodlu çıxartdırırlar, əziz xələf tuturlar. O əziz xələf tutan valideynlərə səslənirəm. Belə eləməsəz daha yaxşı olar. Mən dediyim kimi o məsələ bərpa olunsa, tətbiq olunsa, yönləndirin, evlatlarınız orada xidmət eləsin. Biz 3 qardaş olmuşuq, biz hərbi xidmətə gedəndə sabah əskərliyə gedirik, hərbi xidmətə. Bugün demişik ki, valideynlərimizə biz artıq sabah əskərliyə gedirik. Yəni 3 qardaş, üçümüz də arada bir il fərqi ilə üçümüz də eyni evdən çıxıb hərbi xidmətə getmişik. Hansı ki bizim vaxtımızda indi bugün siz Niqodluya müəyyən bir, hansısa böyük bir summa verirsiniz. Amma bizim vaxtımızda 200-300 dollar idi, belə deyək. Daha ucuz idi, hansı ki ona hər bir ailə bacarardı. Amma biz getdik hərbi xidmətimizdə yetərincə ön cəbhədə 3 qardaş üçümüz də çəkdik.
Və mən də burada onu deməkdə sizə demək istəmirəm ki, biz sizdən artığıq, sizin evladlarınızdan artığıq. Təbii ki, hər an şəxsi işidir. Allah xalqımızı qorusun, Allah dövlətimizi qorusun, Allah əsgərlərimizi qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də şəfa versin. Müdafiə Nazirliyinin də iş fəaliyyətində də onlara da uğurlar. Var olan Azərbaycan xalqı.